Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan aprel döyüşlərindən 10 il ötür. Bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu sürətli əks hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Azərbaycan ordusu Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan ordusunun tam nəzarətinə keçib. Uzun illər sonra Azərbaycan xalqına qələbə sevinci yaşadan belə igid-oğullardan biri də şəhid Vaqif Bayramov idi. O 25 dekabr 1979-cu ildə Naftalan şəhərində anadan olub. Vaqifin anası Zeynəb Bayramova deyir ki, şəhid Vaqifin qardaşı Mehman Bayramov da Qarabağ müharibəsində şəhid olub və Vaqif bütün ömrü boyu qardaşının qisasını almaq arzusunda olub. Birinci onun bir qardaşı şəhid oldu 92-ci ildə. Ondan dedi ki, mən qardaşımın qisasını alacağam. Ən birinci Lənkərandan başladı. Lənkəranda o dəqiqə Müdafiə Nazirliyinə məktub yazdı ki, mən ön cəbhə istəyirəm. Mən Müdafiə Nazirliyinə bir məktub yazdım ki, xahiş edirəm, mənim oğlumun, mənim gözümün yaşı qurumayıb da, niyə o getdi? Bir ay məni danışdırmadı ki, sən niyə Müdafiə Nazirliyinə yazmısan? Məndən xəbərsiz bir ərdə yazıb, gəlib bir Talışa. Talışda da mən gördüyüm elə ayın birində Mehmanın yaşı idi. Gəldi, yemək icazə verdi, elədi. Bir dənə də gül aldı, çox. Apardı, baza verdi, qəbir üstünə qoydu. Nə qədər elədim, çörək də yemədi. Getdi ki, yox, yoldaşlarım məni gözləyirsən, mən getməliyəm. Ondan sonra mən görmədim onu. Hamısında ancaq döyüş bölgəsində olub. Vaqif Bayramov həm ailəsinə, həm də vətəninə bağlı bir insan olub. Zeynəb Bayramova deyir ki, sonuncu dəfə oğlu ilə aprelin 4-ündə danışıb. Ümumiyyətlə, mənim oğlumun əvvəldən axıra kimi harada oldusa, döyüşlərdə hamısında getmişəm onun yanına. Orada deyirdi ki, mütləq deyirdi ki, bizim torpaqlarımız alınacaq, həm də qardaşım qanını alacam. Ən çox o idi. Bir də ki, deyirdi ki, uşağımdan həmişə müğayət ol. 4-ü idi, 4-ü günü mənlə telefonla danışdı. Dedi ki, belə-belə, mama, narahat olma, heç bir şey yoxdur, sağ-salamatam, heç bir şey yoxdur. Dedi ki, bayraq getmişdi, 2 bayraq. Dedi ki, o bayrağı düz Xan kəndinə aparıb bağlayacağam. İndi sonradan sonra getdik, əskəri dedi ki, verin o bayrağı. Düz apardı, düz birini laf Xan kəndində, laf uca zara bağladı. Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salınıb. Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilib. Ailəli idi, bir oğlu, 2 qızı yadigar qalıb. Mən oğlumu Azərbaycanın qəhrəman oğlu kimi tanıyıram. Allah onu yerini beyiş eləsin. Aprel döyüşləri yekun yox, məhz başlanğıc idi. Aprel müharibəsi Azərbaycanın müasir tarixində çox qatlı məna daşıyan hadisədir. Bu döyüşlər bir tərəfdən ordunun real gücünü üzə çıxardı, digər tərəfdən Prezident İlham Əliyevin siyasi qətiyyətini nümayiş etdirdi. Eyni zamanda cəmiyyətdə qələbəyə inamı möhkəmləndirdi. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan uzun illərdir davam edən status quo-nu qəbul etməyəcək. Allah şəhidlərimizə rəhmət eləsin. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Naftalan.